İranın son günlərdə İsrailə qarşı həyata keçirdiyi raket hücumları zamanı istifadə etdiyi silahlardan biri Haj-Qassem adlı orta mənzilli ballistik raket beynəlxalq diqqət üzərinə cəmləyib. Bu raketin istər texniki imkanları, istərsə də real döyüş şəraitində tətbiqi İsrailin hava hücumundan müdafiə sistemləri, o cümlədən məşhur Iron Dome, yəni dəmir qübbə sisteminin effektivliyi ilə bağlı ciddi suallar yaradıb. İlk dəfə 2020-ci ildə təqdim edilən Haj-Qassem raketi adını ABŞ tərəfindən eyni ildə öldürülmüş General Qasım Süleymanidən alıb. İran hərbi mənbələrinin açıqlamalarına görə bu raketin əsas təyinatı THAAD və Patriot kimi inkişaf etmiş hava hücumundan müdafiə sistemlərini keçmək və onlardan yayınmaq olub. O dövrdə bir çox qərb analitikləri bu ideyaları təbliğat xarakterli sayırdılar. Lakin son qarşıdurmalar bunun əksini göstərib. Məlum olub ki, Haj-Qassem raketi müəyyən hallarda İsrailin hava müdafiə sistemlərini aşaraq hədəflərə zərbə endirməyə nail olub. Bu raket yüksək manevr qabiliyyətinə malikdir. 500 kq-dək partlayıcı başlıq daşıyır və 1400 km qədər mənzilə malikdir. O, GPS-ə bağlı olmadan hədəfini tapmaq üçün optik və infraqırmızı terminal bələdçilik sistemindən istifadə edir ki, bu da onu elektron müharibə şəraitində daha da təsirli silaha çevirir. Beynəlxalq hərbi analitiklərin qiymətləndirməsinə görə Haj-Qassemin döyüş meydanında uğurla sınaqdan çıxması İranın raket texnologiyalarındakı irəliləyişini sübut edir və bölgədə strateji balansı dəyişdirə bilər. Bununla yanaşı bu fakt İsrailin mövcud hava müdafiə sistemlərinin gələcəkdə daha inkişaf etmiş təhlükələrlə üzləşəcəyini və müdafiə konsepsiyasını yenidən nəzərdən keçirməli olacağını göstərir. Bu arada Netanyahunun baş köməkçisi İranın hələ də minlərlə ballistik raket olduğunu bəyan edib. İsrail baş nazirinin milli təhlükəsizlik üzrə müşavir Tsaxi Xanekbi bildirib ki, İranın sərəncamında hələ də minlərlə ballistik raket var. Bildirib ki, bu rəqəm əvvəllər güman ediləndən daha çoxdur. Bu uzun müddətli perspektivdə İran təhdidini sona çatdıra biləcək döyüş deyil, Xanekbi bildirib. Qeyd edək ki, daha əvvəl hərbi analitiklər İranın təxminən 1500-2000 raketə sahib olduğunu bildirirdilər.